Salam dostlar, bugün sizə kompüterdən Wi-Fi paylaşmağın yolunu göstərəcəm. Bu nə üçün lazımdır? Məsəl üçün, deyək ki, data kartdan internetə daxil olsun və həmin data kartın internetini Wi-Fi vasitəsilə paylaşalaraq digər cihazlardan ona qoşulub internetdən istifadə etmək üçündür. Bunun üçün puska daxil oluruq və bura CMD yazırıq. Yuxarıda görürsünüz iş proqram gəlir. Həmin proqrama administrator ilə açırıq. Yəni proqramın üzərində mouse'un sağ düyməsini basıb Run as Administration seçirik və daha düyməsini basırıq. Açılan pəncərəyə əmri yazırıq. İlk öncə Wi-Fi quraşdırmaq lazımdır. Yəni kompüterdə heç bir Wi-Fi quraşdırılmadığından bu Wi-Fi-nin adını və kodunu təyin etmək lazımdır. Bunun üçün gördüyünüz əmri buraya yazırıq. Net/WLAN set hosted network CCID bərabərdir. Bu Wi-Fi-yə qoyacağınız addır. İstədiyiniz adı yaza bilərsiniz. Öz adımı yazım. K bərabərdir. K isə şifrədir. Wi-Fi təyin edəcəyiniz şifrə. Şifrə çalışın 8 rəqəmli və ya söz, istədiyiniz rəqəm söz yaza bilərsiniz. 8-dən azı olmasın. K ilə yazdıqdan sonra enter düyməsini basırıq və nəticələr göstərilir. Burada ingiliscə yazıldığına görə Wi-Fi adı və şifrəsi təyin olundu yazılır. Bu birinci gördüyünüz əməliyyatı hər dəfə təkrar etməyə ehtiyac yoxdur. Sadəcə ilk dəfə, birinci dəfə eləyirik və ondan sonra hər dəfə istifadə edəndə sadəcə Wi-Fi-yi yandırıb və söndürürük. İndi isə həmin Wi-Fi-yi yandırırıq. Quraşdırdığımıza görə yandıra bilərik. Net/WLAN Wi-Fi yandırmağın kodu isə budur. Start hosted network. Bu kodu əmr daha doğrusu yazdıqdan sonra enter düyməsine basırıq. Bəli, həmin Wi-Fi artıq paylaşılmağa başlayır və bunu biz sağ tərəfdən görə bilərik. Görürsünüz, Mikail paylaşılan şəbəkə kimi göstərilir və bunu görmək, yoxlamaq üçün mən öz cihazımdan Wi-Fi şəbəkələrinə baxıb bunu sizə göstərəcəm. Daxil oluq. Telefonumu daxil oluram. Bəli, gördüyünüz kimi burada görürsünüz yaratdığım Wi-Fi tam şəbəkə olaraq burada göstərilir. Sonuncu mərhələ qaldı. Bu isə görürsünüz həmin Wi-Fi-nin aşağısında No Network Access yazılır. Yəni internetə çıxışımız yoxdur. Bunun üçün hər hansı bir interneti paylaşmaq lazımdır. Yəni ki, məsəl üçün mən hal-hazırda internetə İsmail adlı Wi-Fi ilə qoşulmuşam. Bu Wi-Fi-yi mən paylaşmaq istəyirəmsə, yenə şəbəkə göstəricisinin üzərində basıram. Open Network and Sharing düyməsinə basdıqdan sonra isə Change Adapter Settings bura basırıq. Və bu qovluğun içərisində görürsünüz internet əlaqələrini göstərən belə deyək modemlərdir. Bunlardan görürsünüz Mikail yazılan hal-hazırda bizim yaratdığımız şəbəkənin istifadə etdiyi adapterdir. İsmail Network öz altına yazıb. Yəni bu internetə hal-hazırda bağlı olduğum şəbəkənin adapteridir. Bu isə Baxel görürsünüz, Baxel data kartının adapteridir. Hal-hazırda ondan qoşulmadığıma görə mən onu paylaşa bilmirəm. Amma siz istəsəz fərqi yoxdur. Yəni əmr eyni əmrdir. Sadəcə seçimi özü seçirsiniz. İstədiyinizin üzərində mouse'un sağ düyməsini basıb Properties daxil olursunuz. Rusca slow istifadə. Daha sonra isə Sharing bölməsini açırıq. Yəni paylaşmaq. Buradan ilk seçimin qarşısına işarə qoyuruq. Mən daha öncə Baxel aktiv eləmişdim. Bu deyir. Bunu daha öncə aktiv etmişdim. Yəni iki şəbəkənin birinə paylaşım olmaz. Buna görə bunu söndürmək lazımdır. Bunu söndürürəm. Daha sonra İsmail Network Sharing'dən açıram və buradan Sharing'ə daxil olub birinci xananın qarşısına işarə qoyduqdan sonra isə buradan göz bezprovodni set saydını 2-ni seçirik. Nəyə görə? Çünki bu Mikail şəbəkə yaratmışdı. Görürsünüz, onun üzərində modemin adı olaraq həmin ad göstərilir. Yəni sizdə hansı ad yazılarsa, saydını 1, 2 nə yazılıbsa onu da buradan seçirsiniz. Əksəriyyət vaxtda saydını 2 olur. Yəni 2-ni seçmək lazım gəlir. 2-ni seçdikdən sonra OK düyməsinə sıxırıq. Və bundan sonra İsmail Wi-Fi-nin interneti Mikail şəbəkəsi vasitəsilə paylaşılmış olacaq. Buradan üzərinə basıb burada görmək olar. Görürsünüz, aşağısında da internetə çıxış olaraq yazır. Bu Wi-Fi-yi yandırmaq, söndürməyin qaydası isə belədir. Yandırmağın qaydasını artıq bildik.
Network olan start network söndürmək üçün isə yenə oxşar kodu yazırıq. Sadəcə startın yerinə stop yazırıq. Yazıb enter basırıq və görürsünüz nəticə olaraq da yazıldı. Wi-Fi söndürülür. Burada da yoxdur. Bir dəfə Wi-Fi quraşdırırsınız. Hər dəfə yandırıb söndürmək üçün isə yandırmaq üçün start, söndürmək üçün stop əmrini verirsiniz və modem işə düşür və sönür. Bu qədər. Diqqətinizə görə minnətdarım.